Onun halı necədir? Yaxşılaşdı mı? Yaxşıdır. Özünə gəldi. Onunla görüşmək olar? Hələ yox. O sizi qəbul eləyə bilmir. Yəni, məni görmək istəmir? O deyir ki, hələlik sizinlə görüşməyə hazır deyil. İstəyir bir neçə gün Allah ilə razı niyaz eləsin. Tək qalmaq istəyir. Siz onu nə demək istədiyini başa düşürsünüz? Doğrusu, mən başa düşə bilmirəm. Nə sizi görmək üçün o cür can atmasından, nə də uzaqlaşmasından. Mən indi Züleyxanın vəziyyətini yaxşı başa düşürəm. Onunla işiniz olmasın. Məncə onun Allahla razı niyaz etməsinə ehtiyacı var. Nə məsələdir? Mənə də deyərsiniz? Xoş Züleyxanın halına ki, hər kəsə nəsib olmayan belə səadətə qovuşdu. O illər uzunu küçə və küçə gəzərək yorğun və çarəsiz halda nəhayət ki, Yusifin evini tapdı. Yusifin qapısını döydü. Amma elə ki, qapı onun üzünə açıldı, o Yusifdən də gözəl və mehriban olanını seçdi. İnsaflı olmaq lazımdır. Yusif hara, vahid, mütləq, xaliq hara. Mənim Züleyxaya verilən səadətə həsəd aparmağa qətiyyən ixtiyarım yoxdur. Həsəd əsnadın şəninə yaraşmaz. Züleyxaya qibtə eləmək lazımdır. O, könüllü olaraq həqiqi və əbədi məşuqi ilə xəlvətə çəkilib. Güman eləyirəm ki, bu xəlvətə həvəs və istək düz 40 gün çəkəcək. 40 gün? Bəli, o bu müddətdən tez xəlvəti tərk etməyəcək. Gör neçə illərdir o sizin intizarınızı çəkib. Görünür, indi də sizin gözləmək növbənizdir. Onlar bugün də gəlmədilər. Ağlama ana, niyə ağlayırsan? Məyər onların səfər yoldaşları demədi ki, nigaran olmayın, onlar da gəlirlər? Bəs hanı, niyə gəlmədilər? Siz gəlməməliydiniz. Gərək gözləyəydiniz, Yaqubun övladları da gələydi. Əgər biz özümüzü Kənana tez çatdırmasaydıq, sizin hamınız acından ölərdiniz. Bir də ki, biz axı onların nə qədər gözləyəcəyimizi bilmirdik. Onları aparandan sonra biz daha görüşmədik.
görürsüz. Daxmanın yanında neçə nəfər bizi gözləyir. Hə, əgər səhv eləmirəmsə atanı da görürəm, Binyamini də. O nə toz torpaqda deyinə? Onlardır, özləridir. Hə. O toz torpaqda heyvanların ayaqlarının altından qalxır. Gəldilər. Gəldilər baba. Kərvandakılar gəldilər. Kərvandakılar gəldilər. Kərvan gəldi. Gəldilər. Gəldilər. Yaqubun evladları gəldilər. Gəldilər. Gəldiler! Geldiler! Geldiler! Gedək onları qarşılayaq. Gedək. Gəldilər. Övladlarımız gəldilər. Salam ata. Salam. Niyə gecikdiniz? Kənanlılar 3 gündür ki gəliblər. Qoy çataq, maceranı danışacaq. Salam. Gedək. İlahi şükür sənə. Görürsən. Atam gəlməklərinə sevinsə də, yenə də onlarla üz-üzə gəlmək istəmir. Aydındır. Onları bağışlamaq istəmir. Benyamin, cəmaat gəldi. Mən atanın yanına gedim. Axır ki gəlib çıxdıq. Salam. Xoş gördük. Xoş gördük. Xoş gördük. Salam olsun. Hoş Salam gəlmisiniz. Salam. Gözləməkdən gözümüzün kökü saraldı. Hey həmşərli. Bizim də nigarançılıqdan ürəyimiz. Elə biz də darıxmışdıq. Salam. Hoş gelmişsin. Xoş gördük. Axır ki Xoş gəlib gəlmisiniz çıxdın. əzizlərim. Çox Sizdən sağ olun. nigaran qalmışdıq. Qardaşlar, xoş Xoş gəlmisiniz. gördük. Günah bizdə deyil ana. Biz Misrə çatan kimi istəyirdik buğdanı alıb qaydaq. Amma Misirin əzizi bizi buraxmadı. O bizi hörmətli qonaq kimi qəbul etdi. Nədənsə Misirin əzizi Kənanlı qardaşlara ziyafət verməyə yaman həvəsli idi. Əgər biz etiraz eləməsəydik və sizin yol gözləməyiniz olmasaydı, o bizi belə tez buraxan deyildi. Bəs ata hanı? Siz gedən gündən hey nigaran halda bu yola göz dikmişdi. Xüsusən də Kənanlılar sizsiz qaydanda o çox pərişan olmuşdu. İndiyənəcən burada idi. Ürəyi sizdən arxayın olan kimi otağına getdi. Getdiyini uzaqdan gördük. Yəni hələ də bizi görmək istəmir. Haqqı da var. O indiyə qədər Yusifi unuda bilmir. Bizi görmək istəmir. Neyniyək, məcburi deyil ki. Qahat,
Şaun, heyvanları aparın. Siz de gedin. Gedin onlara kömək eləyin. Gedin. Kənan cəmaatını öz sevincinizə şərik bilin. Evladlarınızın qayıtdığına çox şadıq. Minnətdaram Yakin. Allah sizi hifz eləsin. Cəmaata deyin öz evlərinə getsin. Hey, dağılışın. Hər öz evinə getsin. Əgər o istəməsə də, sizin borcunuzdur ki, onun görüşünə gedəsiz. Gedin. Gedin onun halını soruşun. Əlbəttə. Ata, icazə verirsiniz? Allahın salamı olsun onun peyğəmbərinə. Salam olsun Allahın 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 peyğəmbərinə. Allahın salamı olsun sizə. Salam ata. Allahın salamı olsun sizə. Qayıtdığınıza çox şadam. Elə biz hamımız da sizlə yenidən görüşdüyümüzə görə çox şadıq. Ümidvarıq ki, özünüzü yaxşı hiss edirsiniz. Nigaran qalmışdıq. Nə üçün gecikdiniz? Bizi Misirin əzizi saxlamışdı. Daha doğrusu qonaq eləmişdi. Özü də böyük hörmətlə. Bu Misirin əzizinin bizə verdiyi buğdadır. Çox yaxşı və keyfiyyətlidir. Necə xoş ətir saçır. Necə fərəhləndiricidir. Həyat qoxusu verir. Bu buğdadan sanki tanış biri gəlir. Bu buğda Kənanlılara həyatı yenidən qaytardı. Misirin əzizi bütün qonaqlarını bu cür inayətlə, mərhəmətlə qarşılayır, yoxsa təkcə sizlə belə idi? Çünki deyəsən digər Kənanlılara belə diqqət yetirməyib. Yox, təkcə bizlə belə idi. Düz 3 gün bizi öz sarayında saxlayıb çox yaxşı qulluq göstərdi. Misirin əzizindən soruşmadınız ki, sizə qarşı olan belə xüsusi münasibətin səbəbi nədir? Deyirlər ki, Misirin əzizinin bu münasibəti bizim tək Allahlı olduğumuza görədir. Yox, bu əsl səbəb deyil. Sizin bütün yol yoldaşlarınız Allah pərəsi idilər. Yox, başqa bir səbəbi olmalıdır. O hətta öz şəxsi xidmətçisini qulluğumuza dayanmaq üçün bizə təyin eləmişdi. Misir qədim ölkədir. Misirin əzizi böyük və qüdrətli şəxsiyyətdir. Görəsən Kənanın kasıb çobanları ilə nə işi var? Bu lütf və inayətin səbəbi ya doğmalıqdır, ya tanışlıq. Mənə deyin görüm,
Onu tanımadınız, o sizə tanışlıq vermədi. Yox. O bizə tanışlıq vermədi. Amma mən və Rubin onu hardasa gördüyümüzü və onunla rastlaşdığımızı güman elədik. Çox fikirləşdik. Amma heç cür yadımıza düşmədi. Sizdən bu hörmətin müqabilində heç bir şey istəmədi. Bir istəyi, sualı, arzusu yox idi. Yox, qətiyyən. Onun nəyəsə ehtiyacı yox idi ki, bizdən nəsə istəsin. Misirin əzizi bu qədər mehriban və səxavətli olduğuna baxmayaraq, bizə istədiyimiz qədər buğda nəsib olmadı. Əgər siz və Binyamin də olsaydınız, 2 pay artıq buğda alardıq. Mühüm deyil. Əgər hər dəfə bu qədər buğda gətirə bilsəniz, aclıqdan qurtararıq. Görək gələn il Allahın istəyi necə olacaq. Amma gələn dəfə bu mümkün olmayacaq, ata. Əgər biz gələn səfərdə Binyamini özümüzdə aparmasaq, buğda ala bilməyəcəyik. Yəni, əgər Binyamin sizlə gəlməsə, siz bir də buğda gətirməyə getməyəcəksiniz. Yox, ata. Şəmun elə demək istəmirdi. Misirin əzizi dedi ki, əgər gələn dəfə kiçik qardaşınızı da özünüzlə gətirməsəz, onda sizə buğda verməyəcəm. O hardan bilirdi ki, sizin bir qardaşınız da var. Özü də sizin hamınızdan kiçik. Bizim danışığımızdan bildi. Ona dedi ki, qoca atamız və özümüzdən kiçik qardaşımız var. Mümkünsə, onlar üçün də pay verin. O bizdən şübhələnmişdi, ata. Elə bilirdi ki, onun qonaqpərvərliyindən sui-istifadə eləmək istəyirik. Bəli, ata. O elə bilirdi ki, biz buğda ələ keçirmək üçün atamız və qardaşımızın olduğunu yalandan deyirik. Nə qədər and içdik. Onu inandırmağa çalışdıqsa da inanmadı. Dedi, əgər düz deyirsinizsə, gələn dəfə kiçik qardaşınızı da özünüzlə gətirin ki, inanım. Dedi ki, əgər qardaşınızı özünüzdən gətirməsəz, Misirə gəlməyin. Yoxsa cəzalanacaqsınız. Mümkün deyil. Binyamini sizdən göndərməyin mümkün deyil. Bu fikri başınızdan çıxarın. Ata, sakit olun. Bu nədir? Bu sikkələr yükün içində nə gəzir? Həm də nə qədərdir? Siz işinizi görün. Mən indi qayıdıram. Bunları hardan tapdın? Buğda kisələrindən birinin içində idi. Düz bizdən buğda əvəzində alınan məbləğin dəyəri qədərindədir. Bizim öz sikkələrimizdir. Məyər ki, səni tanımadın? Odur. Deməli, Misirin əzizi buğdanı bizə havayı verib. Hardan bilək ki, bu səhvən olmayıb. Bunu qəsdən elədiklərinə şübhəm yoxdur. Bəlkə də bizi sınamaq istəyirlər. Bəlkə də Misirin əzizi bilmək istəyir ki, biz bu əmanəti mənimsəyəcəyik, yoxsa qaytaracağıq. Olmaya alış-verişdə yalan işlədib buğdanın pulunu ödəməmisiniz. Ata, siz bizi haram yeməyi öyrətməmisiz. Sizi inandırırıq ki, bu belə deyil. Bizim bu sikkələrdən xəbərimiz yoxdur. Onda belə çıxır ki, Misirin əzizi sizi yenidən Misirə qayıtmaq üçün həvəsləndirmək istəyir. Amma nə üçün?
Doğrudan nəyə görə? Niyə Misrin əzizi onların qayıtmağının intizarındadır? Nə bilək? Bilmirik. Bilmirik. Onda bu Hardan iş bilək? Misir əzizinin sizə olan istəyi yox, onun sizdən razı olmamasına və sizə göstərdiyi etinasızlığa işarədir. Zənnimcə o belə düşünüb. Əgər onlar pulları qəbul etməzlərsə, geri qaytararlar. Ya qəbul etsələr, bir daha geriyə dönməzlər. Allah təbarək və Teala bir bəndəsini çox istəsə, onun əməlini əməl dəftərində qeyd eləyib, qoruyub saxlayar. Əgər Allah onu sevməsə, ibadət və itaətlərini rədd eləyib, əsla qəbul eləməz. Bəlkə də Misrin əzizi pulunuzu buğdanın içinə qoymaqla sizi öz dərgahından qovmaq istəyir. Bu cür ola bilməz. Yox, belə mümkün deyil. deyil. Əgər biz israr eləməsəydik, Bəli, ata, Misrin bəli, əzizi bizi bu bəli. tezliklə buraxmayacaqdı. Elədir. Düzdür. Bəli, ata, elədir. Əgər sikkələri qəbul eləməmək, bizi qəbul eləməməkdirsə, bəs bizə qarşı olan bu qədər məhəbbət və hörmət nə üçün idi? Onda şəkk eləməyin ki, Misrin əzizinin sizin üçün bir tədbiri var. O qonaqlıq, o qədər hörmət, buğdanın əvəzini qaytarması və ən mühümü, Binyamini görməyə israr etməsi. Bütün bunlar Misrin əzizinin hansısa bir fənd işlətmək fikrində olduğunu göstərir. Ümidvaram ki, su istifadə etməyəcək. Sizə elə gəlmir ki, bu sikkələr Misrin əzizinin yaxşı niyyətdə olduğunu göstərir? Bəs Binyamini görmək niyyəti nədir? Binyamini bizə etibar eləməməyə tam haqqınız var. Amma əmin olun ki, Misrin əzizinin pis niyyəti yoxdur. Yox, əgər belə də olsa Binyamini sizlə Misrə göndərməyəcəyəm. Niyə Benyamini onlarla göndərmirsən? Çünki onlar hələ də Yusufə qarşı etdikləri günahdan peşman olduqlarını izhar etməyiblər. Peşimançılığını büruzə verməyən adamın keçmiş günahını təkrarlanmayacağına kim inana bilər? Bəs buğdalar qutarsa nə olacaq? Onda nə edəcəyik, ata? O hələ də Yusifin acı xatirəsini unutmadığı halda, gələn dəfəki səfərdə Binyamini bizə necə etibar elə bilər axı? Məcburdur. Yoxsa Misrin əzizi bizə buğda verməyəcək. Yəni ata məcburdur ki, bir daha ciyər parəsini canavarların caynağına versin? Amma biz canavar deyilik. Bu bir dəfə olan səhv idi. İndi Binyamin barəsində pis fikrimiz yoxdur. Hardan bilmək olar? Tövbə eləməyimizdən? Yoxsa peşmanlığımızı izhar eləməyimizdən? Ya da həqiqəti deyib üzr istəməyimizdən? Atamız o qədər yalvardı ki, həqiqəti deyib öz günahımıza görə tövbə eləyək. Amma biz neynədik? Biz neynədik? 40 ilə yaxındır ki, atamızın Yusifin həsrətindən necə yandığını görürük. Amma vecimizə deyil. Kifayət idi ki, birimiz həqiqəti ona deyib, bu qəm-qüssəyə son qoyaydıq. Salam olsun cənab Yüzarsifə. Allahın salamı olsun sənə. Yorulmamsan ki? Xeyr cənab. Allahın peyğəmbərinin evini qorumaq hər kəsin arzusudur. Minnətdaram. Allah özü səni qorusun.
Salam olsun Allahın elçisinə. Görürəm intizardasınız. Salam olsun mənim mehriban və gözəl əsnadıma. Züleyxa xanımdan nə xəbər var? Elə ibadətlə məşğuldur. Çox az danışır, az yatır. Yemək yeməyə də bir elə meyil göstərmiş. Salam olsun Allahın elçisinə. Allahın salamı olsun sizə. Züleyxa xanım üçündür? Bəli, cənab Yüzarsif. Aparıram bəlkə bir neçə tikə yiyə. Xanım, niyə cənab Yüzarsif gəldiyi zaman ona diqqət yetirmədiniz? Onun gəlişindən qətiyyən xəbərim yox idi. Xanım, məyər siz bundan əvvəl onun ətrini uzaqdan hiss eləmirdiniz? Bugün o bir addımlığınızda dayanmışdı. Amma siz ondan xəbərsiz idiniz. O vaxtlar mənim məbudum və məşuqum Yusif idi. Amma indi pərəstiş üçün ondan yaxşısını tapmışam. Bir-birinizlə niyə danışmadınız? Danışdıq. Siz eşitmədiniz. Nə məsələdir? Anlaya bilmirəm. Heç bir şey. Onu rahat buraxmaq lazımdır. İndi onun tənha qalmağa ehtiyacı var. De ki, xidmətçilər otaqdan çıxsınlar. Onların orada olması Züleyxanın xəlvətinə mane ola bilər. Mən elə bildim ki, bir-birinizlə danışmadınız. İndi isə bu sirrin üstü açıldı. Demək, biz eşidə bilməmişik. Sən sirlərə məhrəmsən. Özün də yaxşı eşidirsən. Özündən bu qədər narazı olma. Mən Allahın elçisinin tərbiyəsini almışam. Nəyim varsa sizin sayənizdədir. Elə bu qədər buğdamız var? Qalan buğda da 2-3 gündən çox bəs eləməyəcək.
Əgər buğda olmasa, gərək qoyunlarla qidalanaq. İndiyə qədər onların süd və qatığının hesabına sağ qalmışıq. Babam İbrahim, əmim İsmaili qurban etməyə aparmışdı. Allah qurbanlıq əmrini vermişdi. Allah Taala görəndə ki, babam İsmaili qurban etmək üçün qəti qərara gəlib, onun qurbanını qəbul edərək, İsmailin əvəzinə kəsmək üçün ona qoyun göndərir. O vaxtdan bəri əmim İsmaili Zəbihullah adlandırdılar. İbrahim oğlundan keçdiyi üçün Allah İsmaili ona qaytardı. Evladlarım, deyəsən nənənizin məndən işi var. Siz gedə bilərsiniz. Gedin evlərinizə. Salam nənə. Salam balalarım. Salam nənə. Salam nənə. Salam əzizlərim. Nə olub? Bu vəziyyətlə yenə yola çıxmısan. Tezliklə əzizlərimizin ölümünün şahidi olacağıq. Gözümüzün qabağında bu cür şad-xürrəm gəzişdikləri kimi, başı üzülmüş toyuq cücə kimi acılıqdan çapalayacaqlar. Neyiniyin? Məyər mən müqəssirəm? Buğda lap az qalıb. Əgər buğda əldə eləməsək, müsibətə hazır olmalıyıq. Salam ata. Salam olsun, Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın peyğəmbərinə. Salam ata. Salam. Salam ata. Salam ana. Nə üçün bir iş görmürsünüz? Gözləyirsiniz qıtlıq bir-bir evladlarınızın axırına çıxsın, sonradan tərpənəsiniz? Buğda təkcə Misirdədir. Onu da bizə verməyəcəklər ata. Yəni Misirin əzizi Binyaminsiz bizə buğda verməyəcək. Deməli mən ya Benyamini, ya da nəvələrim və evladlarımı seçməliyəm. Doğrudur. Binyamini heç bir təhlükə gözləmir ata. Arxayın olun. Yusifi də təhlükə gözləmirdi. Sizi əmin eləyirik. Söz veririk ki, Binyamini qoruyacağıq ata. Yusifi qoruduğunuz kimi? Əgər Binyamin bizimlə getməsə, nəinki buğda əldə eləyə bilməyəcək. Hətta Misirə getməyimiz belə təhlükəli olacaq. Əgər qıtlıq olmasaydı, Binyamini nə bəhanə ilə aparacaqdınız? Yox, mənim sizə heç inamım yoxdur. Onu sizdən göndərməyəcəyəm. Təkcə bir şərtlə. Nə şərt desəz qəbul eləyərik, bircə de. Hansı şərtlə? Tək bir şərtlə ki, mənim yanımda ilahi bir vəsiqə qoyub, Allah huzurunda onu mənə qaytaracağınıza and içəsiz. Baş üstə ata. Söz veririk. Söz veririk ata. Söz veririk ata. Əmin olun. Söz veririk. Söz veririk ata. Yadınızdadırmı mənim qarğışım İştar məbədini və kahinləri nə hala saldı? Yox, bu cür yox. Gəlin əyləşin. Allah qarşısında əllərinizi asimana doğru qaldırıb, and içməlisiniz. Gəlin. Gəlin əyləşin. Gəlin əyləşin. Allah Taala'nın dərgahında and içirik ki, Binyamini canımız tək qoruyub, onu sağ-salamat atamızın yanına gətirəcəyik. And içirik ata. Əgər öz canımızı versək belə, Binyaminə bir zərər gəlməsinə imkan verməyəcəyik. Hamımız sənin dərgahında və sənin peyğəmbərinin huzurunda and içirik.
Hamımız sənin dərgahında və sənin Peyğəmbərinin huzurunda and içirik. Nə qədər ki sağıq, əhdimizə sadiq qalacağıq. Nə qədər ki sağıq, əhdimizə sadiq qalacağıq. Əgər bu andımıza əməl eləməsək, Pərverdigarın bağışlamasından məhrum olub, ilahi əzaba düşər olaq. Mən bu dəfə evladımı Allaha tapşırıram. Sizə yox. Binyamini ondan istəyəcəyim. Bundan əvvəl Yusifi Laviyə tapşırmışdım. Nə baş verdiyini bilirsiniz. Mən isə bundan xəbərsizəm. Ümid eləyirəm Binyaminə bir zərər gəlməz. Yoxsa atanızı bu dəfə salamat görməyəcəksiniz. Haqlısınız, ata. Heç kim əhdini pozan adamlara etimad göstərməz. Haqlısınız. Gedin. Gedin, səfərə hazırlaşın. Gedin. Misirdən gətirdiyiniz sikkələr yaxşı yerdədir. Narahat olma ana, yaxşı yerdədir. İtirməyin, yoxsa Misirin əzizi sizi oğru hesab eləyər. Dedim axı, yaxşı yerdədir. Narahat olmayın. Keçən dəfə heç üstü başımız münasib deyildi. Hardan biləydik ki, Misirin əzizinin qonağı olacaq? Bəs hardan bilirsiniz ki, bu dəfə də sizi qonaq eləyəcək? Misrə çatanda hər şey məlum olacaq. Bu dəfə bizi görmək Misirin əzizini çox sevindirəcək. Ona görə çox bahalı və gözəl libaslarınızı geyinmisiniz? Misirin əzizi bilir ki, qıtlıqdır. Bir sikkə tapanda duz çörəyə veririk. Daha geyim keçmə yox. Allah amanında. Özünüzdən müğayət olun. Allah amanında. Hərəkət eləyirik. Salam olsun Allahın Peyğəmbərinə. Salam olsun Allahın Salam olsun Peyğəmbərinə. Allahın Peyğəmbərinə. Salam oğlum. Salam ata. Salam oğlum. Salam oğlum. Bizim üçün dua eləməyəcəksiniz, ata. Allah sizi öz amanında saxlasın. Bilmirəm nə üçünsə sizdən nigaranam. Yenə də Binyamindən nigaransız. Yox. Bu dəfə sizin hamınızdan nigaranam. Hiss eləyirəm ki, Misirin əzizinin nə isə bir fikri var. Ata, düşünürsünüz ki, onun bizə qarşı pis niyyəti var? Əgər belədirsə, nə üçün övladlarımızı bu səfərə göndərirsiniz? Niyyətinin nə olduğunu bilmirəm. Amma ehtiyatlı olmaq lazımdır. Nə ehtiyat ata? Misirin əzizi nə istəsə deyə bilər. Axı biz ona nə eləyə bilərik? Siz Misirin əzizinin gözündən yayına bilərsiniz. Bu mümkün deyil, ata. Hamı bizi on qardaş kimi tanıyır. Xüsusən də şəhərin gözətçiləri. Deyirdiniz axı Tibsin bir neçə darvazası var. Başqa darvazalardan daxil olun. Əgər onun hansısa bir niyyəti olsa, o mütləq 10 qardaşın adını və nişanələrini bütün darvazalara verəcək.
Əgər siz 11 nəfər bir yerdə olmasanız necə? O yəqin ki, tapşırıq verəcək ki, Kənandan olan 10 qardaş görsəniz, mənə xəbər verin. Mən də elə fikirləşirəm. Əgər bizi birlikdə görməsələr, tanımayacaqlar. Onda birlikdə getməyin. Hər darvazadan 2-2 keçin. Buğdalarınızı aldıqdan sonra səssiz-səmirsiz qayıdın geri. Bu halda sui-qəsd eləmək istəsələr də xilas olarsınız. Bu elə də çətin iş deyil. Dediyinizi eləyərik. Əgər tanısalar, onda necə? Onda özünüzü Allaha tapşırın və onun iradəsinə təslim olun. Ümidvaram ki, sağ-salamat qayıdacaqsınız. Özünüzü gözləyin. Binyaminlə müğayət olun. Bizim daha əzab çəkməyə taqətimiz yoxdur. Ehtiyatlı olun balalarım. Narahat olma ana. Yusifin macərası bir də təkrar olmayacaq. Allah amanında ata. Salam, görüşənə də yat. Görüşənə də ata. Narahat olmayın ata. Allahın köməyi ilə heç bir hadisə baş verməz. Özündən müğayət ol, oğlum. Yusifdən sonra sənin ayrılığına dözə bilmərəm. Siz mənə Allaha tapşırmısınız ata. Buna görə də narahat olmayın. Özündən müğayət ol oğlum. Baş üstə xalacan. Mənə ana de Binyamin. Sən mənə övladlarımdan əzizsən. Baş üstə anacan. Mən həmişə sizi öz anam hesab eləmişəm. Gözümü dünyaya açdığım andan sizdən başqa anam olmayıb. İnanın ki, sizi Yəhudə və Lavinin istədiklərindən daha çox istəyirəm. Allah amanında. Allah amanında ata. Allah amanında. Ümidvaram ki, tez qayıdacaqsınız. Yorulmayasan keşikçi. Minnətdaram cənab Yüzarsif. Kənandan olan 10 qardaş yadındadırmı? Bəli, yadımdadır. Sizin qonağınız olmaq şərəfinə nail olan qardaşlar. Onları görən kimi mütləq yanıma gətir. De ki, Misirin əzizinin sizlə vacib işi var. Baş üstə cənab Yüzarsif. Sizdən əvvəl elə cənab Maliş də bizə bu tapşırığı verib. Cənab Yüzarsifin göstərişini elan eləmişəm. Arxayın olun. Onları hüzurunuza gətirəcəyik. Getdik. Misirin əzizinin Kənanlılara, xüsusən də o 10 qardaşa diqqət yetirməsi təəccüblü deyil? Hə, əsas da onları öz sarayında qonaq eləməyi. Heç başqa ölkələrin əhalisinə bu qədər diqqət eləmir. Yəqin ki, mühüm məsələdir. Ata, niyə Yusifin başına gələnlərdən sonra Binyamini də qardaşlarımla göndərdin? Başqa çarə yox idi, qızım. Qardaşların Binyaminsiz Misirə getməyəcəkdilər. Yəni siz Binyamindən heç narahat deyilsiniz? Səbəbi var. Qıtlıq Kənan cəmaatını aclıqla hədəliyir. Mən də vecimi almaya bilmirəm. İkincisi isə, əvvəl Yusifi qardaşlarına tapşırmışdım, Laviyə. Amma bu dəfə Binyamini Allaha tapşırdım.
Bu tərəfə keç, atanın əziz xələfi. Birdən at təpiyləyər, ata elə bilər ki, bizim işimizdir. Doğrudan ha, sən və qardaşın neyləmisiniz ki, ata sizi bu qədər çox istəyir? Ata öz yerində. Siz Misirin əzizindən soruşun ki, niyə məni görməmiş məftun olub?